Özünüzü təqdim edin. Mən Allahverdi Evanar, Aras Süpermarketlər şəbəkəsində rəqəmsal transformasiya və informasiya texnologiyaları direktoru olaraq çalışıram. Eyni zamanda idarə heyətinin üzvü. Neçə ildir işin içindəsiniz? Ortalama 17 ildir bu işin içərisindəyim. 2008-ci ildən başlamışam. İlk başlanğıc Dəmirbank SAP layihəsinin tətbiqi olmuşdur. Bu işin içində isə dedik biraz qlobalda necə görülür, qlobalda necə təcrübə yığa bilərik, bu işlər necə aparılır deyərək 2015-ci ildə Türkiyəyə konsultant şirkətə, orada Tatqıda, Zorlu Holding, Türk Traktor layihələrin tətbiqində davamında 2 il Yaponiyada, Almaniyada və Amerikada layihələrin tətbiqində aktiv yer almışam. 2020-dən etibarən Veysel Şirkətlər qrupunda SAP Texnologiya Departament müdürü, rəqəmsal transformasiya direktor müavini, direktoru və 2025-ci ildən etibarən isə Arazda rəqəmsal transformasiya direktoru olaraq çalışıram. Şirkətinizin rəqəmsal transformasiya strategiyası nədir və bu strategiya hansı əsas prioritetlərə yönəlir? Bildiyiniz kimi rəqəmsal transformasiya dedikdə öncəlik biznes proseslərinin avtomatlaşdırılması, eyni zamanda həmin biznes proseslərin zaman-zaman optimallaşdırılması, müştəriyə xidmət edən bir şirkətik. Buna görə də biz hər iki tərəfi, həm ofis çalışanlarımızın işinin daha çevik, daha sürətli, daha optimal olması, eyni zamanda müştərilərimizə daha gözəl xidmət göstərmək üçün hər iki tərəfdə əmək veririk, çaba göstəririk. Priority tərəfində, yəni priority olaraq bölmək istəsək, dediyim kimi, avtomatlaşdırma, optimallaşdırma, daha çevik, daha sürətli, müştərilərin daha xoşbəxt olacağı bir ortamda xidmət göstərmələri üçün əlimizdən gələni edirik. Rəqəmsal transformasiya prosesində ən böyük çətinliklərin öhdəsindən necə gəldiniz və bu sahədə hansı uğurlu təcrübələrinizi paylaşa bilərsiniz? Rəqəmsal transformasiya sahəsində qarşılaşdığımız ən böyük çətinliklərdən biri istifadəçilər ilk öncə o yeniliyi qəbullanmaq istəmir, ona qarşı durur. Təbii ki, bunu aşmaq üçün ilk öncə ən rahat yol o istifadəçilərimizi, əməkdaşlarımızı prosesin içərisinə cəlb eləmək, işin içərisinə cəlb eləmək, onlara hər şeyi bizlərlə birlikdə daha detallı müzakirə etmək, daha detallı onların da hakim olması üçün işin içərisindən cəlb etmək, bu sahədə yəni bu çətinlikləri daha sürətli aşmış olaraq. Rəqəmsal transformasiya ənənəvi iş prosesləri ilə müqayisədə nə ilə fərqlənir və bu dəyişikliyə əməkdaşlar necə uyğunlaşır? Bildiyiniz kimi, ənənəvi iş prosesləri dediyimizdə ilk ağlımıza gələn şey bütün proseslərin kağız üzərində, Excel-lərdə, Word-lərdə və xırda proqramlarda yönətilməsi deməkdir. Amma rəqəmsal transformasiya dedikdə isə demək olar ki, uçdan uca bütün proseslərin avtomatlaşdırılması deməkdir. Təbii ki, əməkdaşlar bunu bilirlər. Excel-də, Word-də və ya kağız üzərində yönətilən işlər rəqəmsallaşdırdığında daha sürətli, daha optimal, daha çevik olacaqlar. Amma buna alışma sürəci də çox çətindir, o qədər asan deyil. Buna nümunə olaraq şirkətimizin SAP layihəsinin haqqında danışa bilərik. Hər hansı bir məlumat pozuntusunun və ya kiberhücumun qarşısını almaq üçün hansı tədbirlər görülür? Şirkətimizdə IT tərəfindən Palo Alto, Firewall, XDR kimi bir çox önəmli məhsullardan istifadə edirik bir kiber təhlükəsizliyinin qarşısını almaq üçün. Amma eyni zamanda işin digər tərəfində SAP ERP platformasının da öz təhlükəsizliyi, dataların təhlükəsizliyi burada çox önəmlidir. Ki bunun üçün SAP-nin özündə biz istifadəçilərimizin vəzifəsinə görə yetkilendirmə təmin edirik. Yəni çalışanın vəzifəsi nədirsə, ona görə məlumatları görə bilər, dəyişə bilər, istifadə edə bilər. Digər tərəfdən gücləndirilmiş şifrə rejimindən istifadə edirik. Bunun yanında audit loqlarımız bizim 7/24 aktivdir ki, əməkdaşlar sistemdə nə iş görür, hansı məlumatlardan istifadə edir. Burada mütəmadi olaraq kontrol altında saxlayırıq. Datalarımızın daha güvənli olması üçün mütəmadi olaraq backuplar alırıq. SAP layihəsində hansı modullardan istifadə edirsiniz və bu modulların biznesə verdiyi əsas faydalar nələrdir? Arazın SAP layihəsinin tətbiqində 30-dan çox modulun tətbiqini həyata keçirdik. SAP-nin core modulları daxil depo yönətimi, nəqliyyat, raporlama və bunun üçün bir çox modulları tətbiq etdik. Ofis əməkdaşlarımız başda olmaqla bizim sahada çalışan əməkdaşlarımızın da işi SAP-də daha rahatdır. Depo tərəfində bizim 100.000 paletdən böyük depomuz var. Bu depomuzda iş proseslərinin asanlaşdırılması, mal toplanması, mal qəbulu, mal çıxışı daha sürətlidir. Nəqliyyat tərəfimizdə bildiyiniz kimi bizim
gün ərzində yüzlərlə nöqtəyə mal çatdırılmamız var. Bu çatdırılmaların daha sürətli, daha çevik və daha planlı şəkildə həyata keçirilməsi vacibdir. Çünki biz nəticədə müştəriyə xidmət edən bir şirkətik. Amacımız burada müştərilərin hər şeylə vaxtında təmin olunmasıdır, onların mutluluğudur. Digər tərəfdən ofis əməkdaşlarının bütün proseslərdə, finansda, satışda, satın almada, insan resurslarında daha operativ, daha çevik çalışmasını təmin etməkdir. SAP layihəsinin uğurla başa çatması üçün seçdiyiniz metodologiya və yanaşmalar hansılardır? Ümumiyyətlə SAP layihələrində biz zaman-zaman bunu gördük ki, bir layihənin uğurlu başa çatması üçün fərqli yollar vardır. Ən uğurlusu isə istifadə etdiyimiz outsource xidmətlərin yanında eyni zamanda şirkətimizdə də bir komanda olmalıdır. Daxili əməkdaşlarımız və ya outsource xidmət nə qədər mükəmməl bir iş çıxarsa da, nəticə etibarilə bunu istifadə edən əməkdaşlarımızdır, userlarımızdır. Ona görə də ən başda qeyd etdiyim kimi, bu əməkdaşlara uzun bir müddət doğru təlimlərin verilməsi lazımdır. İşin içərisində alınması lazımdır. Test proseslərində ucdan uca hər şeyin içərisində yer almalıdırlar. Eyni zamanda doğru dataların SAP inteqrasiyası önəmlidir. Çünki belə bir şey var, yəni ümumiyyətlə SAP layihə tətbiqində və ya digər layihələrdə nə qədər uğurlu layihə olursa olsun, doğru datalarla, təmiz datalarla biz layihəyə start verməzsək, o layihə uğursuz sayılır. Gələcəkdə SAP sisteminin genişləndirilməsi və ya inkişafı ilə bağlı hansı planlarınız var? Ümumiyyətlə biz nə qədər sistemi öz təcrübəmizə əsasən optimallaşdırsaq da, amma hər zaman qlobal təcrübəyə ehtiyacımız var. Bununla bağlı biz mütəmadi olaraq qlobal bazarı takib edirik. Qlobal bazarda olan müştərilərimizlə benchmark çalışmaları edirik. Onların təcrübələrindən yararlanırıq. Necə modullar tətbiq edirlər, yeni modullar tətbiq edirlər, AI-dan necə istifadə edirlər, harda optimallaşdırma edirlər, bunun nə qədər faydasını görürlər bizim üçün çox önəmlidir. Çünki biznes inkişaf etdikcə mütəmadi olaraq yeni istəklər var. Amma bu istəklərin hamısı uğurludurmu? Yəni bunu biz üzərində zaman itirərək, aylarca çalışaraq nəticəsini görmək deyil də, bunu bizdən daha öncə hansı bazarda, yəni hansı lokasyonda istifadə ediblər, nə qədər uğurludurlar, bunları görərək, kəşf edərək ən son halını tətbiq etməyə çalışırıq. Qlobal rəqəmsal transformasiya trendləri ilə əlaqədar hansı innovativ yanaşmalar və tətbiqlər nəzərdən keçirilir? Hal-hazırda bildiyiniz kimi bütün dünyada olduğu kimi bizdə eyni zamanda AI tətbiqindən böyük istifadə edirik. Hal-hazırda məsələn örnək depolarımızın dronla sayılması ilə bağlı AI-in tətbiqi, bunun SAP ilə inteqrasiyası, bir digər yandan proseslərimizin daha da optimallaşdırılması üçün RPA xidmətlərindən istifadə edirik. Eyni zamanda SAP-nin zaman-zaman bizə təklif etdiyi və bizim dəyərləndirmə nəticəsində uyğun bildiyimiz bəzi cloud modullarımız var. Biz o modulları artıq cloud-a tətbiq edirik. Bunun nəticəsində modulların daha sürətli çalışmasına nail oluruq və bunun üçün bir çox qlobal yenilikləri SAP ilə inteqrə edərək biznes proseslərini optimallaşdırırıq. Rəqəmsal transformasiya komandasını necə təşkil edirsiniz? Həm texnoloji bacarıqları olan, həm də biznes sahəsində yaxşı biliklərə sahib olan şəxsləri necə birləşdirirsiniz? Qısaca öz praktikamızdan bəhs etmək gərəkirsə, biz 2020-ci ildə ortalama 1000 nəfərin içərisindən 50 nəfərlik bir komanda seçdik, universitet tələbələri seçdik. Şirkətin böyük dəstəyi, rəhbərliyin böyük dəstəyi ilə bu komandanı çox gözəl yetişdirdik. Yetişdikdən sonra mütəmadi olaraq bunu xarici təlimlərə göndərdik. SAP tətbiqində çox böyük yer aldılar. Davamında bu əməkdaşları biznesin içərisinə saldıq, işin içərisinə saldıq və hal-hazırda SAP tətbiq edən əməkdaşlarımız həm biznesə hakimdir, həm biznesdə gedən işlərə yaxından takib edir, həm biznesi, həm də öz işlərinə hakim olduqları üçün SAP tərəfindən daha gözəl işlər ortaya çıxarılırlar. Bu sahədəki liderlik təcrübənizə əsaslanaraq hansı müvəffəqiyyətlərdən və çətinliklərdən nəticə çıxarmısınız? Liderliyi bu yöndə iki yerə ayırsaq, birincisi bizim çalışdığımız komanda, ikincisi biznesə verdiyimiz töhfələrlə bağlı desək. Təbii ki, komanda burada çox önəmlidir. Çünki çox əmək veririk üzərində, yetişdiririk, onları bəlli bir yerə gətiririk. Amma bir yerdə komandanı biznesə, şirkətə bağlı etmək önəmlidir. Bununla bağlı biz mütəmadi olaraq onları həvəsləndirəcək, onları bir şirkətə bağlayacaq addımlar atmağa çalışırıq. Təbii ki, burada lider dediyimizdə belə bir söz var. Lider və yönətici dediyimizdə
qısaca bir tərif var. Bir yönetici ilə söhbət etdiyinizdə onun nə qədər önəmli olduğunu fərqinə varırsınız. Bir liderlə söhbət etdiyinizdə isə özünüzün nə qədər önəmli, vazgeçilməz potensiallı olduğunuzu fərqinə varırsınız. Biz ümumiyyətlə bütün əməkdaşlarımızla tək-tək söhbət edərək onların problemlərini həll etməyə çalışırıq. Bununla bağlı da təbii ki, rəhbərliyin də böyük dəstəyi var. Biznes tərəfinə gəlsək isə, biznes tərəfində hər zaman bütün problemlərin qısa yoldan həll olması üçün doğru insanların bir-biri ilə doğru müzakirə aparması lazımdır. Müzakirələrin nəticəsində həll olmayan heç bir şey yoxdur. Bu sahədə çalışmaq istəyənlərə hansı məsləhətləri verərdiniz? Gənclərə tövsiyəm odur ki, hər nə olursa olsun bir şeyi qazanmaq üçün çalışmaq lazımdır. Bunun başqa bir yolu yoxdur. Doğru ortamda, doğru insanlarla, doğru müzakirə apararaq təbii ki, əziyyət çəkmək lazımdır. Əziyyətsiz heç bir şeyə nail olmaq olmur. Bu illərdir, bəlkə də 100 illərdir sınanmış bir şeydir. Nə qədər çətinlik çəkərlərsə, onlara 5 qat, 10 qat gözəl geri dönüşlər olacaqdır. Bundan əmin olsunlar. Heç bir zaman həvəsdən düşməsinlər. Təbii ki, həyatda heç bir şey asan əldə edilmir. Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Mən təşəkkür edirəm, çox sağ olun.